Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün ev üsulunda təbii, görünüşü olduqca gözəl olan yumurtaların boyanma qaydasını göstərəcəm. Bunun üçün bizə lazımdır qırmızı, eləcə də sarı soğanın qabığı və kağız. Əvvəlcə soğan qabıqlarını xırda-xırda doğrayıram. Daha sonra isə A4 kağızlarından istifadə etdim. Onları da bu qayda ilə xırda-xırda doğrayıram. Doğradığım kağızları da soğan qabıqlarının içərisinə əlavə edirəm. Ayrıca bir qabda su götürürəm. Yumurtaları əvvəlcədən yaxşıca yuyuram. Daha sonra isə yenidən suya vururam və soğan qabıqlarının üzərinə qoyaraq çevirirəm ki, soğan qabıqları hər tərəfinə eyni qaydada yapışsın. Daha sonra yumurtanı marlanın üzərinə yerləşdirirəm. Bükürəm və sapla möhkəm bağlayıram. Marlanın artıq qalan hissəsini kəsirəm və yumurtanı qazanın içərisinə yerləşdirirəm. Bu qayda ilə digər yumurtaları da hazırlayıram. Daha sonra qazanın içərisinə yumurtaların üzərini örtəcək qədər su tökürəm və şirniyyat boyasından istifadə etdim. Yumurtanın hansı rəng olmasını istəyirsinizsə, o rəng boyadan istifadə edə bilərsiniz. Üzərinə isə bir dolu çay qaşığı duz tökürəm ki, yumurtalar sınmasın. Boyanı yaxşıca qarışdırıram və qazanı ocağın üzərinə qoyuram. Beləcə yumurtaları bişənə qədər qaynadıram və ocağı söndürüb suyu tam soyuyana qədər saxlayıram. Tam soyduqdan sonra isə marlanı kəsirəm. Daha sonra marlanın vasitəsilə yumurtanın üzərinə yapışan qabıqları təmizləyirəm. Bu prosesi edən zaman çalışın əlcəkdən istifadə edin. Mən istifadə etmədiyim üçün əllərimdə qırmızı boya oldu. Daha sonra yumurtaların suyunu salfet vasitəsilə dərirəm. Yumurtaların üzərinə biraz duru yağ vururam və ayrıca bir qabın içərisinə yığıram. Bu zaman yumurtaların üzəri parlaq olur. Əgər istəsəz, zövqə görə üzərinə zərdə vura bilərsiniz. Artıq mənim gözəl görünüşlü yumurtalarım hazırdır. Siz də çərşənbədə Novruz bayramında hazırlayıb süfrəyə təqdim edə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.